Deyin görüm nə yemək xoşlayırsınız, nə sevirsiniz, sizə nə gətirək? Sizə nə pişirək gətirək? Pizza. Aha. Menümüzdə bir pizza var. Sonra nə istəyən var? Kim nə yeməyi sevir desin. Baba nə istəyirsən? Hansı yeməyi xoşlayırsan? Dönər. Aha, buna dönər. Əla. Sonra? Bu üç bacı dolması istəyir. Ha, buna da 3 bazda olmaz inşallah. Bizim nənə. Gəl mən də şəkil çəkdim. Dəyərli izləyicilər, hər il Ramazan süfrəsi eləyirdik. Ramazan süfrəsi süfrə bəzəyirdik, amma internetdə gördüyümüz bir səhifədən sonra həmən bu bayram süfrəsinə xərclədiyimiz xərci istədik gətirək bu indi görəcəyiniz, birazdan görəcəyiniz yerə belə yardım kimi eləyək. Həm də istədik ki, buranı təkə işıqlandıraq və bizim dəyərli izləyicilərimizdən xahiş eləyək ki, siz də bacardıqca bura köməklik eləyin, yardım eləyin və öz dəstəyinizi bildirin. Instagram səhifələrini videonun altında qoyuram və telefon nömrələrini videonun altında qoyuram və indi göstərəcəm telefon nömrələrini və biz indi içəriyə daxil olduq. Yaşama dəstək və deməli gəldiyimiz xəstə belə həyatda yaşamaq üçün mübarizə aparan uşaqlar və böyüklərdir. Kəpənək, ixtiyoz və immunitefist xəstələrinin rahat yaşamına dəstək mərkəzi. Telefon nömrələri gördüyünüz kimi budur və əlaqə saxlayıb öz dəstəyinizi bildirə bilərsiniz. İndi içəridə soruşacağım, kartlarını da çağıraq. Buradasınız, hə. Salam xanım. Siz kamera düşməyə bir şey yoxdur? Gəl. Deməli, biz artıq bura daxil olduq, dəyərli izləyicilər. Burada göstərəcəyik, həmən xəstələri göstərdə biləcəyik də yəqin ki. Deməli, uşaqları göstərəcəyik, görün. Biz həyatda sağ-sağlam yaşadığımız təqdirdə görün o uşaqlar nə əziyyət çəkirlər və siz də öz iyanənizi xahiş edirik bildirəsiniz. Ayaqqabını girək. Gəl bax. Ay, sən kimsən? Tahir. Salam. Nətərsə? Gəzər. Salam Mölük, necəsiz? Yaxşısınız? Yaxşı olasınız. Dəyərli izləyicilər, baxın. Bu həyatla mübarizə aparan bizim gənclərimizdir. Hansı ki biz həyatda sağ-sağlam yaşadığımız məqamda bunlar müalicəyə ehtiyacları var. Xahiş edirik maksimum dərəcədə yardımımızı göstərəsiniz. Bunlar da müalicələrini alsınlar və öz sağlam həyatlarına qovuşsunlar. Bu belə müalicəsi tam var da, bu belə tam sağlam olmasa da ən azından hansısa bir müalicələr gedir və yüngülləşdirir də. Xahiş edirik, yəni maksimum dəstəyinizi göstərəsiniz və biz yenə də telefon nömrəsini qeyd edirik, göstəririk. Baxın, bu gənc qızımız hansı ki həmən xəstəlikdən bunlar hamısı əziyyət çəkirlər. Bu qardaşımız, bu gənc balalar hamısı bu xəstəlikdən əziyyət çəkirlər. Ona görə də istəyirik ki, sizin dəstəyiniz maksimum dərəcədə bunlara olsun ki, bunlar da ən azından tam sağalma belə deyirlər ki, müalicəsi yoxdur, amma bacardıqca onların o ağrılarını yüngülləşdirir. Salam, necəsiniz? İnşallah yaxşı olasın. Allah sizə şəfa versin. Ya Şafi, ya Şafi, ya Şafi. Sənin adın nədir? Humay. Humay, nə qəşəng adın var sənin? Sənin adın nədir? Aha, gözəl bala. Allah sizə şəfa versin. Və sənin adın nədir? Ayam. Nə? Ayam. Ayam.
Bəs paleza Daya. lap qəşəng. Allah şəfa versin. Baxın dəyərli izləyicilər, həyatla mübarizə aparan evlatlarımız, Azərbaycanın evlatlarıdır, Azərbaycanın fərqi yoxdur. Azərbaycan olsun, hara olsun, insanlıq olan yerdə millət fərqi seçilmir. Bunlar hamısı müalicəyə ehtiyacı var və sizdən, bizi sevən izləyicilərdən dönə-dönə xahiş edirik, biganə qalmayasınız. Bəzən o yardım eləmək istəyəndə internetdə tapırsınız, harasa da yardım eləmək yeri axtarırsınız. Ümid yoxdur, çünki fırıldaqçılar o qədər çoxdular ki, insanları aldadırlar. Biz bugün bura gəlmişik, çəkib işıqlandırırıq və reallığı göstəririk ki, həqiqətən də biz gəlmişik və bizə əmin olub bu yardımları eləyə bilərsiniz. Yəqin yardım kart nömrəsi var da. Ekrana indi soracağım kart nömrəsini. Başdan ayağa qədər kart nömrəsini qoyacağım. Həmən karta birbaşa ianə edib öz yardımınızı, öz dəstəyinizi göstərə bilərsiniz. Hal-hazırda bu dəstəyi yaradan, bu fondu yaradan, bu insanlara öz evlatları kimi bəsləyən xanımın yanına gəldi, Ergül xanım. Xoş gəlmisiniz. Deməli, bu xanım bu Necəsiz? Allah razı olsun sizdən. tam ətraflı məlumat verəcəm. Deməli, Elə bunu da götürün. internetdə mən araşdırdım, yəni Instagramda da baxdım. Həqiqətən də öz evlatları kimi bütün gün onların qayğısına qalır, dəridən qabıqdan çıxır. Onların xəstəliyinin dərəcəsinə baxmayaraq həqiqətən sizi alqışlayıram, halal olsun sizə. Vallahi Allah sizi, sizin yeriniz cənnətlikdir, Allah'a hamd olsun. Vallahi siz cənnəti bu dünyada qazanmısınız. Çox xoş Onların oldu, həqiqətən. Mən sizə baxıram, izləyicilərinizə də baxıram, iş gördüyünüzə də baxıram, mən sevə-sevə baxıram, həqiqətən halal olsun sizə, çox gözəl qabiliyyətiniz var bu arada. Allah razı olsun. Kaş bütün, bax, izləyicisi çox olan blogerlər, məşhurlar, hər biri sizin kimi olar. Yəni bunu mən açıq deyirəm, yəni bu vicdan hər kəsdə yoxdur. Bu insanlıq hər kəsdə yoxdur. Əslində bu uşaqlar kimindir? Mən də bir sırav insanım. Bu da bizim Bəli, xalqımız. Əlbəttə. bəli, xalqımızın. Siz öz üzərinizə düşən, bax, işiniz nədir? Ən azından paylaşaq, kimlərsə görürsün. Düzdürmü? Gücümüz çatan. Siz Ergül xanım, bəzən elənəcək yardımları işıqlandıranda deyirlər ki, adamı gözünə niyə soxursan? Yox, yox, o deyil. Amma mən elə insanları istəyirəm ki, onlara deyirəm ki, haqq yoluna qayıtsınlar. Bunlar bax, biz deyə göstərməsək, bir çox insanlar necə bilsinlər ki, burada ehtiyacı olan insanlar var. Çox gözəl, çox gözəl. Rəyman uşaqları da gördüm. Gördünüzmü? Mən bax, sıravi bir insanım. Bu uşaqları görəndən 7 ildir. Ömrümü onlara əsr etmişim. Onların bax, şəraitini gördünüz. Hər şeyin ən gözəlini onlara layiq görürəm. Ən gözəl. Və özümə borc bilirəm onları tanımaq. Bu, siz özünüz deyirsiniz ki, gedim mən çəkim, gətirim, paylaşım, yenə də dəstək olunan düzdür. Bu da siz öz vicdan borcunuzu edirsiniz. Bunu hər bir vətəndaş eləməlidir. Hər bir, təsəvvürünüzə gətirin, bu qədər bloger var, bu qədər məşhur var, bu qədər müğənni var, bu qədər tanınmış var, şirkət var. Bu insanları ilə yaşadarıq ki. Əlbəttə ki. Çox gözəldir. Vallahi yaşamağa ehtiyac gördünüz də şu an. Bilmərəm, özümə gələm. Yaşamağa ehtiyacı var. Görürəm, hər gün sizi Dəyərli izləyicilər, bir də nəyə qeyd edeyim? Bura çox gümankən kirayədir. Bəli, bəli, 3500 manat. Baxın, deməli xanım, yəni bu öz qazancından eləyə bilmir də, yəni onsuz da dəstəklər olur, amma o uşaqları ən azından bu gözəl bir məkanda, yaşamağı, yəni onların o qalan ömürlərini bu gözəl məkanda yaşamağı üçün bax belə bir yeri yəni tutublar. Gedib məsəl üçün ucuz bir yerə tuta bilərdilər. Amma onlar ən azından bu həyatda müalicələri olmayan bir xəstəlikdir. Siz rahat gözəl yaşasınlar. Ən azından xoş yaşasınlar, gözəl məkanda yaşasınlar, səliqəli, təmiz yaşasınlar deyə əlindən gələni edir. Mən inansız bir 3 aya yaxındır ki, xanımın səhifəsini tanımışam. Hətta səhifəmizdə də heç bir təmənnasız paylaşmışıq. Halal xoşdalı olsun, yəni dilə gətirmək istəməzdim. Niyə görə dilə gətirirəm? Bəzən blogerlər var ki, milyonlarla takipçisi var. Birdən mənim kontentimin teması itər, o şeyləri paylaşmırlar. Unutmayaq ki, biz bu dünyaya imtihana gəlmişik. Bugün varıq, sabah yox. Bir saniyədən sonra başımıza nə gələcəyi bilə bilmərik. Onlar bizə bu dünyada əmanətdir. Əlbəttə ki. Allah onları bizə imtihan kimi göndərir. Çox doğru.
Biz bu günləri sağlam yaşayırıq, onların bir anlıq, heç olmasa bizdə saniyəlik özünüzü onun yerinə qoyun. Görün, yəni onun ehtiyacı varkən bu dərəcədə biz bura gəlib çıxmışıq ki, yəni onları bizim Rusiyadan, xaricdən hər yerdən izləyən izləyicilərimiz var. Ekranda da o Yaşam Fondunun kart nömrəsi daim gedir. Orada yazanda nə çıxmalıdır orada ad olaraq? Bəzən çoxları Elgün Hüseynova orada yazanda ödənişdə çıxacaqdı orada Hüseyn Quliyeva. Elgün Hüseyn Quliyeva, yəni orada nöqtələrlə çıxacaqdı. Yəni özünüz biləcəksiniz. Bəzən orada ki, görən səhvmi yığdım, düzmü yığdım. Orada mütləq yəni iyanə eləyəni görəcəksiniz. Ona görə də dəyərli izləyicilər, xaricdən bizi izləyən, bizi sevən izləyicilər, bilik həqiqətən də çoxdular. Yardım eləmək istəyənlər çoxdular. Ona görə də xahiş edirik, sizdən dönə-dönə xahiş edirik. Yəni heç vaxt belə dönə-dönə xahiş eləməmişdik, eləyirik. Xahiş edirik, yardım eləyəsiniz. Hər an yanında şəhər. İndi bax oğlan gələcək. Bir səbəb bilmirdim, bir xəstəlik var. Oğlan gələcək. Onun əlinə bir dəfə əməliyyat elə. Xəstəlik elədi, yanır da uşaq. Yanır da. Hər həyatında. Yanır da uşaq. Yəni bax bir dəfə Orxanın əlinə əməliyyat elətmişik. Təzədən yenidən bağlanır. İndi yenidən bir də apterin sonu bax belə form. Elə bil o insan dərin yananda necə yığılır, əl yığılır. Eynən formada bu formada. Orxanın 28 yaşı var. 28. Bilmirəm, YouTube belə şeyləri, YouTube'da belə bir şey var ki, qadağan eləyəcək, eləməyəcək belə şeyləri. Eləyir eləmə. Biraz ola bilsin bulanlıq görsətdim mən o hissələri ki. Yəni biz o qədər qəlbi daş insanlar var ki, şikayət edirlər ki, belə şey paylaşmayın. Bilirəm, o qədər bulanlıq göstərəcəm, amma Heç olmasa bu yaralarsa da sağalmaz. yox, bunların xüsusi plasterları var, xüsusi kremləri var. Onunla da rahat yaşayırlar. Orxan olmasa salfetkalar Allah kömək olsun. Allah Şafi adından sənə şəfa versin qardaş. Amin. Şafi adından sənə şəfa versin. Ya Şafi, ya Şafi, ya Şafi. Amin, bunlar mənim balalarım həqiqətən. Heç canım. Sevirəm mən bunları. Həqiqətən çox sevirəm. Mənim üçün çox dəyərli. Bədəndə elə. Bədəndə elə. Paltara verəndə incidir. Göstərməyə edəcəm. Əlbəttə göstərməyə edəcəm. Nə bilim göstərsən göstərəyəm. Sarmışıq, düz sarımaq da olmasın. Ən azından bütün bədən sarımaq içərisində. Kömək olsun. Bütün bədən sarıdır. Allah kömək olsun ya Rəbbim. Sən özün şəfa ver bu qardaşıma. Bütün bədən sarıdadır da. Yanan bax yaralara baxın. Bu nədir? Bunun Kəpənək xəstəliyi, qohum evliliyindən. Yaxşı, bu da. Qohum evliliyindən. Qardaş evlənib bir şeylərmi? Yo, bu qohum evindən doğulur. Hə, ondan doğma. Yo, mən deyirəm indiyə gedəcəm. Qardaş elə subaydı, qız axtarır. Hə, inşallah. Evləndirəcək. Hə, Taliblər çıxa bilər. qohum evliliyindən olan uşaq. Bəli. Bax, Belə görsün uşaqların dəyərli. Bunun hamısı qohum evi. Hamısı. Bizim ötər möcüzə var. Bizdə 3 xəstəlikdir də, orada koleskadaşı. O koleskada olan uşaqlar immunodefisitlərdə immunitet sıfırdır uşaqlarda. Tüydü həbərin anasından Bu, bunlar bilyoz epidermoz deyil, kəpənək hər an yanır. Bir də rozan çağır, mən onu tam göstərəm. Yanır nə? Yanır da eynən, suluqba belə, mənim qolum ütüyə yaşır, eynən belə. Su dolur, bir yerə belə toxunsun, elə bir yandır, su dolur. Bu soğan var ya, bu soğan əvvəlcə soğan. Eynən o adam yananda paltarını Hədə suluqluyur da. Eynən soyulur, suluq dolur, su dolur altına. Eynən gəl ya. Gəl qızım. Bu da roziçka. Allah hamımıza şəfa versin baba. Həyatım. Bu da Gözəl. zorradır. Bu ixtiyozdur. İxtiyoz da belə dəri. Bu da ayrı cür. Bu da ayrı cürdür. Bu ixtiyozdur. Yəni bu formada bunda da qabıqdır. Qabıq tökülmür, məcbur edir. Hə. Mənim çiçəklərimdir, böcəklərimdir bunlar. Həyatlarım. Sağ ol. Oğlum toyda apayılmışdı. Bunlarla eləyirik. Təsəvvür bütün hamısı bizim toyadır. Qonaqlarımızın demək olar ki, ancaq öz yaxın qohumlarımız, ana, bala bunlar. Çünki bunlar mənim ailəmin evladlarıdır. Mən çağırmaya bilmərəm axı. Allah sənin babanı olsun. O da belə qardaşları. Və indi bu bir söz deyim ki, bununki də incidirmi? Bunun da yeriyə bilmir, ayaqlarının altı. Partlayır, yara yaradır məndə də. Qolu yara yaradır. Dəri Və dağıtır. buna nə bir, bunda Bunda da kremlər var, xüsusi kremlər var. qaşınır belə. Yatanda da açıq qaşını. Amma indi o günlərim çəkəndə sifəti belə deyil. indi. Videoda şey düşürdü. Hə? Videoda biraz Videoda şəffaf düşürdü.
Həm də belə də bir gün krem vurmasalar, quruyurlar. Yəni Kremləri pastel. Elə bir dəridə su. İnanın dövlət proqramı hazırlatmışıq. Həmin bu hazırlanıb verilir, təbib dəyişir kremlərini. Yazıqlar hər gün prezident aparatının qabağında, hər gün Səhiyyə Nazirliyinin qabağında. Belə uşaqların kremini dəyişmək olur. Mən yəqin ki videomu görürsünüz. Görmüşəm. Və dəyişmək nəyə əsaslanıb dəyişir? Dəyişir. Hə, nə? Bax o səhiyyədə bu uşaqlara zülm vermək olar mı? Allah götürərmi bunu? Yox, yox. Bu dünyada nə istəyirlər onu da verin də. Bunun üzərindən mi gəlir qazanmaq istəyirsən? Gedin həyatım, gedin, çəkin. Allah sizə şəfa versin. Amin, amin. Sən özün Valla hamısını taksilərlə qoyacaq. Sən nə əziyyət çəkdin bacım? Nə əziyyət Nə üçün qonaq sizə xoşdur, xoş. Allah əziyyət çəkdin. Bizim üçün çox dəyərlisiniz. Valla baxıram sizə. Videolarınızı o qədər sevirəm. O evə gözəl yeməklər düşünsün. Gözümüzdə yeriniz var, bir gün gəlir inşallah. Valla nə gözəl yeməklər. Nəsə pişirib gəlsək bir gün uşaqlar Bəli, olar bəli, mı? əlbəttə. Hə, inşallah. Deyirəm bir dənə onların yemək şeyi Nə var. istəyirsiniz? Ürəyiniz İnşallah qəşəng bir dənə pişirib gələr. Xüsusi yeməklər. Yox, heç bir diyet azad yox. Nə İnşallah vaxtsınız bir ki, günləri qəşəng. Hə, nə vaxt vaxtınız üzündədir. Valla bura onların çox xalqındır. Onların tanıtımı hər kəs gəlir. Amma inanırsınız bir bloger qapıdan içəri gelir. İnanırsınız Dəyərli blogerlərimiz, dəyərli bir anlıq. sosial şəbəkələrdə olan izləyicilərimiz, hansı ki kütləsi çox olan izləyicilərimiz. Sizdən bir müsəlman kimi, bir insan kimi, bir insanlıq borcunu yerinə yetirən bir vətəndaş kimi xahiş edirik. Bizim bu videoya baxandan sonra gəlin bu məkana, siz də buranı işıqlandırın. Hərəmizdən bir 50 nəfər, 30 nəfər, 100 nəfər köməklik eləsə, bu balalar gücü çatır, işıqlandır. bəlkə də hansı xaricdən birini apararlar orada, bəlkə də daha müalicəsi olar. 2 ayda Türkiyə gedirik. Əməliyyatlar müayinələri. Əməliyyat elətdik 1 il çəkir. Yəqin ki, məbləğ daha çox yığsa, hansısa da bir qarşılıq daha çox alan bir dərman başqa yerlərə tapırlar. apararıq. Məsəl üçün yaşamaları üçün daha gözəl, komfortlu nələr eləyək. İnanın, bir belə şey verib dünyanın ən xoşbəxt insanı. Bizi Rusiyadan izləyən izləyicilərimiz var. Rusiyada hansı ki dəstək olmağa, kömək olmağa möhkəmmən o rəhmətə gedən uşaq var idi. O ciyar xəstəliyindən Moskvada olanda o dəstək yığdı, o 1000 manat. Həm mən Moskvada olandan oradan 10.000 manat yığdı, amma uşaq sağalmadı. Yəni o ciyar xəstəliyi var da. Yəni nə elədisə qutara bilmədik. Yəni o izləyicilərimizdən xahiş edirik. Orada hansı ki o bir müalicəni bəlkə də bir dəfə öz şəxsi hesabından bağlaya bilən izləyicilərimiz var. Xahiş edirik sizdən dönə-dönə. Biz sağlam gəzirik, yaşayırıq, hərrlənirik. Baxın görün, onlar burada həyatla mübarizə aparırlar. Kartdan, əgər karta Rusiyadan ata bilmirsə də, Rusiya kartları, ödəniş kartları yoxdur. Çünki orada adamları yox. Zalatoy korona ilə göndərir. Əgər elədisə də Zalatoy korona ilə də göndərə bilərsiniz. Özlərindən əlaqə saxlayarsınızsa, hara bəlkə də bank hesabına göndərib oradan götürə bilərsiniz. Mən nəyə görə bura qarışmıram, yəni mənim kartımı qovara göndərək və yaxud oradan kimisə göndərək. Mən istəyirəm ki, tərtəmiz özlərinə göndərəsiniz. Sonra bəzi insanlar var, başa düşəcəklər ki, sizin xeyriniz nədir orada? Burada xeyir güdmək olar. Öyle düşünən insanlara mən demək istəyirəm ki, burada xeyir nə güdmək olar axı? İnsanlıq borcunu yerinə yetirmək üçün xeyir nə güdmək olar burada? O insan, əgər elə bir insan varsa, onun ürəyi daşdır yəni. İmmunitet sıfırdır onlarda. Gəldikcə də yermələri itirirlər, həyat tərzləri. Şuur baxımında. Yox, şuur yox, çox ağıllı uşaqlar. Elə. Sadəcə onların problemi odur da, yəni problemləri odur. Onun müalicəsi yoxdur. Yox, genetik xəstəliklər. Var, bir dənə sən buna bax görürsən. Dəyərli dostlar, bugün biz bu yaşam dəstəyinə gəldik. Sizi də çağırıram bura gəlməyi. Bu balalara kömək olun. Biz də bu günlərin köməyimizi edirik. Allah bu balalara kömək olsun. Çox sağ olun, çox Allah təşəkkür sizə edirəm. kömək olsun. Allah şəfa versin. Yəni o Kəşə hər kəs sizin ürəkdə olar. Mən buradan da xalqımıza səslənirəm. Siz də gəldiniz, gördünüz. Bura hər birimizin evidir. Onlar bizə əmanətdir. Allah sizə güc qüvvət Sağ ol, versin amin ki, canım, bu amin. yola çıxırsınız. Amin. Allah köməyiniz olsun. Bu uşaqların qayğısını çəkirsiniz. Gəldik, gördük, çox yaxşı yerdir.
Allah sizi var Sağ olun. Allah razı olsun. Min əvəzini versin. Amin inşallah. Allah sizə də can sağlığı Çox versin. sağ olun. Allah köməyiniz olsun. Çox Sizin də sağ olun. köməyiniz Var olsun. olasınız. Yəni Çox də təşəkkürlər. biz indi burada yekunlaşdırırıq dəyərli izləyicilər. Ekranda videonun axırına kimi, yəni hansı o gedən hesab nömrəsinə Azərbaycandan göndərirsiniz. Əgər Rusiyadan göndərmək istəsəz, telefon nömrəsindən əlaqə saxlayırsınız, WhatsApp-a yazırsınız. Elə o yazanı da. Hesab nömrəsini ola bilsin ki, oradan Çerez Bank köməkliyi ilə vasitəsilə ödəniş edirsiniz, yəni özlərindən danışırsınız. Bazarlıq hissəsindən xahiş edirik Gücünüz köməkliğinizi. 5 manata çatır, 5 manat. 2 manata Ha, çatır. kimin nəyə gücü çatır, əlbəttə. Nəyə gücünüz çatırsa Bax, göndərin. məsələn, bir videomuzu 100 min adam izləyir, onun 50 min, 1 manatdan göndərsə 50 min manat edir. Bəli. O hansısa o 10 dənə uşağın Çox əziyyət çəkir. müalicəsinin Bilirsiniz, daha... mən hər zaman deyirəm ki, biri var ki, bir əməliyyat yığırsan versin, biri var sonu bilinməyən yol. Hər zaman yardıma ehtiyacı olan, ehtiyaclı xəstələrdir. Bəli, yardıma ehtiyacı olan insan, Yəni ən o- ehtiyaclı. O kremlər, o dərmanlar olmasa bunların Bəli. bədəni lap Bəli. betagına düşər. Ona görə də Mən müalicəsi gəldim olmayan... burada, indi bildim ki, bu xəstələr durduğu yerdə yanır da. Və gənclərimizə də xahiş edirik, ailə qurarkən nəzərə alın belə şeyləri. Bax o hansı ki ərindiklərindən gedib o yoxlamaya düşməyənlərin cəzasını çəkirlər bu uşaqlar. Əsasən bu uşaqlar deyirlər ki, qohum evliliyindən Qohum belə bu formada olublar. Yenə Allah özü kömək. Yəni sırf bu xəstəlik qohum evliliyindən olur. Bax bu gün də mən bunu burada öyrəndim. Xahiş edirik, nəzarət edin. Nəzarətdə olun ki, bax belə şeylər, belə anlar baş verməsə, o insanlar da bu həyatda sizin səhviniz ucubatından bu formada əziyyət çəkirlər. Və biz sağollaşıb çıxırıq indi. Çox sağ olun, Allah razı olsun. Biz inşallah yenə gələcəyik. Allah qismət eləsə, həm bura gələcəyik, həm də onları bizim bağımız təmir olur hal-hazırda. Bağa hamısını çağırarıq. sizi tək gözləyir, inşallah gələrik, inşallah. Xərcini Allahın köməkliyindən biz çəkərik, avtobusla onlara apararıq, Allah orada razı olsun, Allah istirahət edərlər, bir də qayıt gətirərik bura. Allah nəsib etsin. Çox sağ olun, minnətdarım. Allah razı olsun, Allah razı, həqiqətən çox təşəkkür edirəm gəldiyiniz üçün. İnşallah. Bu çıxış harda? Hə, buradan. Hə, bir də gələrik inşallah Allahın köməkliyi ilə. Uşaqlar sağ olun, Allah razı olsun. İnşallah bir də gələcəyik sizin yanınıza, yaxşı? Çox sağ olun. Deyin görüm, nə yemək xoşlayırsınız, nə sevirsiniz, sizə nə gətirək? Sizə nə pişirək gətirək? Pizza. Pizza. Aha. Menümüzdə bir pizza var, sonra nə istəyən var? Kim nə yeməyi sevir desin. Baba nə istəyirsən? Hansı yeməyi xoşlayırsan? Aha, buna dönər. Əla. Sonra Şahanam seli şey xoşlayır. deməli qalanların da bazı deyər. Biz onların hamısını kim nə istəyir fərqli gətirərik ki. Görmürsən məni? Bir dənə kapaq şəkil çəkək bir. Tez. Bu üç bacı da olmasın. Ha, bunun üç bazı da olmaz inşallah. Gəl bura bir dənə şəkil çəkək. Oldu, sağ ol, getdik. Sağ ol. Maşını da pis yerdə saxlamışıq.